Eğer her şey hazırdırsa. Salam, sabahın xeyir olsun Dövlət. Buyur, bizim kişi alimlərdən nə suallar verəcəksən, sən Vaxtınız xeyir olsun əziz izləyicilər. Mən bugün hazırda fərqli məkandayam və Azərbaycanın ilk və yeganə robot texnika komandası olan MEK Qarabağ 90-30 Amerikada keçiriləcək yarışda ölkəmizi təmsil edəcəklər. New Yorkda keçiriləcək bu yarışma və komandamıza uğurlar arzu edirik. Hazırda isə yanımda layihənin rəhbəri Təranə Nəbiyeva var. Onunla birlikdə həm yarış, həm də bu komanda haqqında danışacağıq. Salam Təranə xanım, hər vaxtınız xeyir olsun. İlk olaraq sualımı belə ünvanlamaq istəyirəm ki, MEK Qarabağ 90-30 nə deməkdir, nə vaxt yaranıb və məqsədiniz nədir? Salam, hər vaxtınız xeyir olsun, xoş gəlmişsiniz. İlk olaraq bunu deyim ki, MEK komandası olaraq biz ilk olaraq yaranmışıq. 90-30 bizim nömrəmizdir. Dünyadakı 9030-cu, Azərbaycandakı isə ilk və tək komanda olduğunu göstərir. 2022-23 fəslindən biz yarışmalara qatılırıq. İlk yarışmamız bizim New Yorkda olubdur və orada qazandığımız qalibiyyətə görə həmin il biz Houston'a getmişik və orada da böyük bir uğurla geri dönmüşük. Ondan sonra isə 2023-24 və 24-25-ci illərdə isə Kaliforniya və Miami'də ölkəmizi layiqincə təmsil eləmişik. Bu il isə biz ilk dəfə olaraq Qarabağ MEK olaraq yarışlarda iştirak edəcəyik. New Yorkda yenə də aprel ayında bizim yarışımız var. Bu bizim üçün həm böyük bir fəxr, həm böyük bir məsuliyyət daşıyır. Çünki Qarabağımızın adını daşıyırıq və bizim əsas məqsədimiz elm və texnologiyanı idman psixologiyasında birləşdirmək və komanda ruhu halında tələbələrimizi böyük bir arenada çıxışa hazırlamaqdır. Çox sağ olun Təranə xanım. Səhv eləmirəmsə aprelin 9-u keçiriləcək yarış və bu yarışa hazırlıqlar necə gedir, uşaqlar necə hazırlaşırlar? Bəli, biz artıq sentyabr ayından dərslərimizə başlamışıq. Dərslərimiz texniki və qeyri-texniki hissələrə bölünür. Texniki olaraq mexanika, elektronika və proqramlaşdırma dərsləri alır tələbələrimiz. Qeyri-texniki cəhətdən isə bunun PR hissəsi, finans hissəsi və təqdimat hissələri hazırlanır və bir də bununla yanaşı elmi və sosial layihələr hazırlayırıq. Hansı ki, bizim bu il şüarımız FRC, yəni First Robotics Competition bizim qatıldığımız bu yarışma əngəl tanımırdı bizim şüarımız və biz burada danışma və eşitmə əngəlli tələbələrlə də çalışırıq və göstərmək istəyirik ki, robototexnika, elm, texnologiya və idman üçün heç bir əngəl yoxdur və hər bir tələbə çox rahatlıqla, hər bir şagird çox rahatlıqla bura qoşula bilər və ölkəmizi layiqincə təmsil edib özünü inkişaf etdirə bilər. Çox sağ olun Təranə xanım. Son olaraq bu sualı vermək istəyirəm ki, hal-hazırda özümüz də texnologiya dövründə yaşayırıq və bu sahəyə marağı olan gənclərə nə demək istəyirsiniz burada? Bu sahəyə marağı olan, birinci bunu demək istəyərdim ki, bu yarışma Amerikanın Nobeli adlandırılır və biz burada sənaye ölçülü robot düzəldirik, real mühəndisliyi yaşayırıq və bunun təqdimatını hazırlayırıq. Gənclərə bildirmək istədiyim odur ki, hər şeydən əvvəl milli dəyər və ruhumuzu qorusunlar, komanda halında işləməyi bacarsınlar, çünki bir şey cütlük tələb eləyir, birlik tələb eləyir və elm və texnologiyanın daha da inkişafı üçün, bildiyiniz kimi artıq robot dövrünə keçdiyimiz üçün, bunu daha yaxşı tətbiq eləmələri üçün, bunu daha dərin öyrənməklərini istəyərdim ki, həmişə Azərbaycanın adı daha yüksəklərdə səslənsin. Çox sağ olun Təranə xanım. Həm sizə, həm də komandamıza uğurlar arzu edirik. Belə əziz izləyicilər, bugün fərqli mövzuda qarşınızda oldum. İndi isə sözü studiyaya ötürürəm. Buyur Kənan, söz səndədir. Çox təşəkkürlər Dövlət, minnətdaram və gənclərimizə də uğurlar arzu eləmək istəyirəm.